Budapeştin mərkəzi ictimai kitabxanası bir zamanlar Vinhen ailəsinin yaşadığı saray binası olub. Sonradan bina mərkəzi kitabxana olaraq fəaliyyətə başlayıb. Kitabxana cizgi filmlərində təsvir edilən sarayları xatırladır. Bütün otaqlarda divar kağızları, tavanlar, pilləkənlər, çılçıraqlar, mebellər hər biri birlikdə elə bir vəhdət təşkil edirdi ki, sanki nağıllar aləminə düşmüşdük. Bu kitabxanada otaqdan otağa keçdikcə gözümün qarşısında bir zamanlar bu otaqlarda keçirilən tədbirlər gəlirdi. Rəngarəng geyimlərdə rəqs edən insanlar, söhbətlər və bir də bu sarayın özünün yaratdığı atmosfer. Otaqların hər biri ayrı-ayrılıqda sənət əsəri idi. Buranı sadəcə kitabxana adlandırmaq çox çətindir, çünki əsl muzey təəssüratı yaradırdı. Saray kitabxana kimi fəaliyyətə başlayandan bu yana bura gətirilən kitabların sayı o qədər çoxalır ki, saraya 2 əlavə müasir qolda əlavə olunur. Hal-hazırda bu kitabxanada 3 milyondan çox kitab var və bir kitab sevər insan kimi əgər mən Budapeştdə yaşasaydım, yəqin bura mənim ən çox gəldiyim yerlərdən birinə çevrilərdi. Çünki belə bir atmosferdə kitab oxumaq əminəm ki, hamını həvəsə gətirərdi. Kitab oxumaq üçün həqiqətən də həvəsə gətirərdi. Kitabxana binası 4 mərtəbədən ibarətdir və yalnız birinci mərtəbəsi uşaqlar üçün kitabxana kimi fəaliyyət göstərir. Bu postumu bilərəkdən bugün üçün saxlamışdım, çünki kitab deyəndə ağla ilk olaraq gələn müəllimlərimiz olur. Öz müəllimlərimizin və balalarımızın müəllimlərinin simasında bütün müəllim izləyicilərimizi bugün münasibətilə ürəkdən təbrik edirəm.